Salam hər bir kəsə. Bu gün abituriyentlərə özəl olaraq dərsimizin adı yerin forma və ölçüləri ilə bağlıdır. Vaxt itirmədən video izahımıza başlayaq. Deməli, müxtəlif dövrlərdə yer kürəsi müstəvi, hamar və oval şəklində olmuşdur. Orta əsrlərdə Əl-Biruni və Nəsrəddin Tusi yerin ölçüləri haqqında bir çox məlumatlarla elmə töhfə vermişdir. Bunlardan İshak Newton yerin tam olaraq kürə deyil, yəni ellipsoid formasında olduğunu iddia etmişdir. Deməli, yerin ellipsoid formasında olduğunu kim demişdir? İshak Newton. Daha sonra müasir deməli dövrdə elmi tədqiqatlar nəticəsində yer heç bir həndəsi fiqura oxşamadığı üçün bunu biz geoid adlandıracağıq. Yəni geoid nədir? E, Heç bir həndəsi fiqura oxşamadığı üçün onu geoid adlandırırıq. Geoid təsvirində yerin relyefi nəzərə alınırmı? Deyəcək ki, xeyr. Geoid təsvirində yerin relyefi nəzərə alınmır. Buna diqqət edək. Daha sonra geoid dəniz səviyyəsinə uyğun gələn səthdir. Sonra biz baxacağıq ki, yerin şimal qütbü cənub qütbünə nisbətən qabarıq olduğu üçün onu biz kardioid adlandırırıq. Deməli, yerin şimal qütbü cənub qütbünə nəzərən daha qabarıqdır və bu da ürəyə oxşayır və məhz kardioid adlandırılmasının səbəbi bu hesab olunur. Sonra yerin forması haqqında ilkin fərziyyələr bizim eramızdan əvvəl yaşamış xalqlara, yəni Babillər və Şumerlərə aiddir. Yer kürə formasında olması ilə bağlı ilk mülahizələri, yəni ilk fikirləri Pifaqor söyləmişdi, Aristotel, Eratosfen və Ptolemeyin adı ilə bağlıdır. Sonra biz baxacaq ki, İshak Newtonun yerin qütblərdən basıq, yəni ellipsoid formasında olduğunu demişdir. Qütblərdən basıq olduğu üçün yerin müxtəlif radiuslara malik olur ki, bu xüsusiyyət də onu kürədən fərqləndirir. Sonra və bəzi ölçmə işləri var ki, bunlar Krasovskinin 1940-cı ildə verdiyi ölçmələrə əsasən günü bu gündə onlardan istifadə olunur. Bunlar nədir? Məsələn, yerin ümumi sahəsi nə qədərdir? Təbii ki, 510 milyon kvadrat kilometrdir. Amma bu həndəsi səthdirmi, yoxsa fiziki? Deyəcək ki, həndəsi səthdir. Deməli, ə, həndəsi Həndəsi səth. Həndəsi səth nədir? Müstəvi üzərində hesablanan səthdir. Amma təbii ki, fiziki səth nədir? Deyək ki, məsələn, bu fiziki səthdir. Burada, məsələn, dağlar var, düzənliklər var, göllər var və s. Ona görə biz fiziki səthin sahəsini daha çox deyəcəyik. Çünki, məsələn, burada deyək ki, məsələn, 100 metrdirsə, nisbətən burada aşağıda isə təbii ki, neçə olacaq? Deyək ki, 30 metrə. Yəni, burada görürük ki, 100 buradaydısa, 30 da buradadır. Bunlar arasında neçə metr fərq oldu? 70 metr. Amma həndəsi səthdə bu həmin 70 metrlər məsələn dedim, yəni nəzərə alınmır. Amma fiziki səthdə bunlar nəzərə alınır deyə deyirik ki, fiziki səthin sahəsi 510 milyon kvadrat kilometrdən çoxdur. Yəni yerin ümumi sahəsi. Sonra baxırıq ki, ikinci məsələ nədir? Yerin quru səthinin sahəsi nə qədərdir? Deyəcək ki, 149 milyon kvadrat kilometr. Bəs yaxşı, su səthinin sahəsi nə qədərdir? 510-dan çıxacaq 149. Yerdə qalacaq 361 milyon kvadrat kilometr. Daha sonra ekvator radiusumuz nə qədərdir? 6000, yəni deyək ki, buradan bura qədər olan məsafəmiz nə qədərdir? Deyəcək ki, 6378 kilometr və biz bundan bu həmin 21 kilometri çıxacaq, yerdə qalacaq 6357. Deməli, bu 21 kilometri niyə görə çıxdıq? Çünki yerin basıqlığı qütblərdən 21 kilometr kimi göstərilir. Əgər ekvator radiusundan həmin bu 21 kilometri buradan çıxsaq, yerdə qalacaq 6357. Bəs bu nəyindir? Bu da təbii ki, qütb radiusun qiymətidir.
Sonra yerin orta radiusu nə qədərdir? Bəs deyəcək ki 6371 kilometr. Yerin diametri nə qədərdir? Bu da 12756 kilometr. Ekvator çevrəsinin uzunluğu nə qədərdir? Bu daha çox istifadə olunacaq. Ona görə ekvator çevrəsi təbii ki 360 dərəcəli bir paralel əmələ gətirir və bunun da uzunluğu nə qədərdir? Deməli, 40.076 kilometrdir və meridian çevrəsinin uzunluğu nə qədərdir? Onu da deyəcək ki, deməli 40.009 kilometr olacaq. Sonra deməli baxaq növbəti izahımıza. Deməli, burada həmin verilən rəqəmlərin uyğun olaraq əyani şəkildə göstərilib. Baxırıq ki, birinci ekvator radiusumuz nə qədərdir? Ekvator radiusu bu formada təsvir olunub və bura biz nə qədər deyəcəyik? 6378 kilometrdir. Bəs yaxşı, ekvator çevrəsinin uzunluğu nə qədərdir? Deyəcək ki, 40.076 kilometrdir. Bəs yaxşı, qütb radiusu nə qədərdir? Deyəcək ki, 6357. Deməli, 6357-dir. Sonra, deməli, kürə səthi bu heç ayrı bir şeydir. Sonra, burada meridian çevrəsinin uzunluğu ümumilikdə 40.000 nə qədər dedik? 40.009 kilometrdir. Amma fikir verin, burada mötərizənin içərisində yarım çevrə verib. Yəni, bir meridian çevrəsinin uzunluğu 40.009 kilometrdir. Artıq yarım çevrə olanda nə qədər olacaq? 20.004 kilometr. Sonra, burada isə meyillik verib. Bu meyillik əslində yerin orbit müstəvisinə meyilli bucağı verilib. Yəni 66,5 dərəcə meyillidir. Sonra burada başqa baxırıq. Yerin fiziki səthidir bu. Yer səthi, geoid təsviri ellipsoid təsvirində göstərilir. Deməli, baxırıq sonra nəyə? Deməli, yer kürəsi, yəni fiziki formaya malikdir və onun səthi hamar deyil. Təbii ki, dağlardan, düzənliklərdən ibarətdir. Burada okean çökəklikləri, materik çıxıntıları və onların üzərində dağlar və düzənliklər yerləşir. Kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, yerin şimal qütb sahəsi cənub qütb sahəsinə nisbətən qabarıqdır. Deməli, buna diqqət etmək lazımdır. Yerin şimal qütb sahəsi cənub qütb sahəsinə nisbətən qabarıqdır. Bəzən olur ki, testlərdə deyir ki, cənub qütb sahəsi şimal qütb sahəsinə nəzərən qabarıqdır. Bu yanlış ifadə olacaq. Biz deyirik ki, yerin şimal qütbü cənub qütb sahəsinə nisbətən daha qabarıq formadadır və bu səbəbdən də deyirik ki, yer ürəyə oxşayır və onu da kardioid adlandırırıq. Sonra yəni yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün onun kiçildilmiş modelindən, qlobusdan istifadə olunur. İlk qlobusu Krates Mallovskinin düzəltdiyi güman edilir. Amma 1492-ci ildə 15-ci əsrdə isə Martin Behain hazırladığı qlobus yer alması adlandırılır. Sonra iş qlobusları Azərbaycanda, yəni Azərbaycanlı mühəndis Kərməddin Salmasinin düzəltdiyi güman edilir və onun üzərində iqlimlər təsvir edilmişdir. Deməli, belə bir sual formasında ola bilər ki, Kərməddin Salmasinin düzəltdiyi qlobus məsələn, torpaq coğrafiyası ilə bağlı idi və yaxud torpaqla bağlı idi və digər xüsusiyyətləri saya bilər. Yəni, əslində, burada yazılıb, deyəcək ki, iqlimlərin təsvir edildiyi bu qlobus, yəni iqlimlə bağlı olan bir qlobus düzəltmişdir Kərməddin Salmas. Neçənci ildə? 1266-cı ildə kimlə bəs, harda? Marağala Rəsədxanasında Nəsrəddin Tusi ilə birlikdə işləyərkən bunları deməli hazırlanmışdır. Sonra
E, Yerin xəyalı fırlanma oxunun e, bir dəqiqə deməli, yerin xəyalı fırlanma oxunun yer səthi ilə kəsişdiyi nöqtələr nə adlanır? Coğrafi qütblər adlanır. Bir sözlə deyə bilərik ki, coğrafi qütblər yer kürəsi fırlanarkən hərəkətsiz, sabit qalan ərazilər olur. Yəni coğrafi qütblər bunlardır və burada ən yəni 90 dərəcə cənub enliyində, burada da 90 dərəcə cənub enliyində olur. Sonra yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən ən qısa xətlər meridianlar hesab olunur. Baxın, bu düz formada olanların hər birisi meridian götürürük. Yəni bunlar hamısı meridianlardır. Bəzən olur ki, meridianla paraleli səhv salırlar. Yəni burada qeyri-adi bir şey yoxdur. Meridian düz formasında olandır. Paralellərsə nə olacaq? Paralellərsə bu formada göstərilir. Yəni biri şaquli formadadır, biri isə meridianlar şaquli formadadır, paralellər isə üfüqi formada göstərilir. Bu da bizim paralellərimiz hesab olunur. Sonra deməli, dedik ki, yer səthinin hər bir nöqtəsindən meridian çəkmək mümkündür. Sonra baxırıq nəyə? Meridianlar haqqında danışaq. Deməli, meridian sözü Latın sözü olur və günorta xətti deməkdir. Meridianlar şimaldan cənuba doğru çəkilir. Meridianların istiqaməti yerə bastırılmış şaquli dirəyin qunumun kölgəsi günorta vaxtı düşdüyü xəttə uyğun gəlir. Və bir də onu da qeyd edək ki, yəni bir meridian üzrə hərəkət etsək, yəni şimal qütbündən başlayıb bir meridian üzrə hərəkət etsək, gəlib çatacaq cənub qütbünə. Yəni burada da həmin ifadə qeyd olunub. Sonra meridian belə deyək də yerin şimal və cənub coğrafini birləşdirən ekvatorla düz bucaq altında kəsişən yarım çevrələrdir. Yəni deyək ki, bura 90 dərəcə şimal enliyidir, bu da 90 dərəcə cənub enliyidir. Biz deyirik ki, şimal qütbündən başlayıb cənub qütbünə doğru hərəkət edir və burada ekvator xətti ilə, yəni 0 dərəcəli ekvator xətti ilə kəsişir və düz bucaq əmələ gətirir. Bu həmin ifadəni də burada qeyd elədik. Sonra deməli, Böyük Britaniya paytaxtı London şəhəri yaxınlığında yerləşən Greenwich rəsədxanasından keçən meridian başlanğıc meridian hesab olunur. Başlanğıc meridian dərəcəsi neçədir? Deyəcək ki, 0 dərəcəlik uzunluq. Baxın, bir var şərq uzunluğu, bir var qərb uzunluğu. Bu həmin 0 dərəcə Londondan keçir, Böyük Britaniyanın paytaxtı. Buna deyirik 0 dərəcəlik uzunluq. Amma bir də var, bu meridianımızın da adı 180 dərəcəlik meridiandır. 180 dərəcəlik meridiana isə yenə də 180 dərəcə uzunluq deyirik. Yəni 180-dır, 0-dır. Bunların nə şərqdir, nə də qərbdir. Bunlar amma şərq və qərb yarımkürəsinə keçməyi kömək edir. Belə bir şey deyək ki, məsələn, 0 dərəcədən sağda, 180 dərəcədən solda yerləşən bütün ərazilər sayılır. Hansı yarımkürə? Şərq yarımkürəsi. Amma 0 dərəcədən qərbdə, 180 dərəcədən isə şərqdə qalan ərazilər sayılacaq. Deməli, hansı yarımkürə? Qərb yarımkürəsi. Sonra onu da qeyd edək ki, burada Greenwich meridianı dedik ki, başlanğıc meridiandır və Böyük Britaniya paytaxtı London şəhərindən keçir. Sonra dairənin bir hissəsi qövs adlanır və dərəcələrlə ölçülür. Meridian yarımçevrə olduğu üçün onun qövsü 180 dərəcə təşkil edir. Bilirik ki, bütün meridianlar əslində belə deyək də, yəni meridian yarımçevrə olduğu üçün 180 dərəcədir. Amma bütün paralellər də deyə bilərik ki, onlar 360 dərəcədir.
Qütblərdən eyni məsafədə olan xəyalı çevrəyə ekvator deyilir. Ekvator yəni nədir? E, deməli, bir dəqiqə. Aha, ekvator xətti 0 dərəcəlik bir uzun paraleldir. Bu bizim 90 dərəcə şimal enliyimizdir. Bu isə bizim 90 dərəcə cənub enliyimizdir. Ekvatordan bərabər məsafədə, yəni 0-dan 90-a qədər neçə dərəcə fərq var? 90 dərəcə. Bəs 0-dan bu 90-a qədər neçə dərəcə var? Yenə də deyirik ki, 90 dərəcə fərq var. Görürük ki, ekvator tam olaraq hardadır? Tam olaraq mərkəzdə qeyd olunur. Və ona görə də bunu nə adlandırırıq? Tənbölən. Tənbölən nə deməkdir? Yəni e, ekvatoru, yəni yer kürəsinin iki bərabər hissəyə ayırır. Şimalda qalan ərazilər sayılır şimal yarımkürəsi, cənubda qalan ərazilər isə sayılır cənub yarımkürəsi. Sonra deməli qlobusda e, ekvatora paralel çəkilmiş çevrəyə paralel deyilir. Yəni paralel qlobusa paralel o deməkdir ki, deyək ki, məsələn, bu bizim ekvator xəttimizdir. Buna bir paralel e, çəkiriksə, yəni paralel çevrə buna uyğun bir dənə də çevrə çəkiriksə, bu adlanır artıq paralellər. Sonra ekvatorun uzunluğuna görə ən böyük paraleldir. Dedik ki, uzunluğu nə qədərdir? 40.076 kilometr olacaq. Sonra paralellər formasına görə eyni, yəni çevrə uzunluğuna görə isə müxtəlif olur. Nə deməkdir? Yəni bütün paralellər, deyək ki, bu yer kürəsidir və bunun ətrafında məsələn 10 dərəcə şimal enliyi, məsələn 20 dərəcə şimal enliyi göstərilir. Amma bütün paralellərin deyir ki, e, çevrə yəni dərəcə olaraq 360 dərəcə əmələ gətirir. Amma bütün paralellərin uzunluğu 360 dərəcə olsa da uzunluqları çox azdır. Hər bir paralel 360 dərəcəlik bir e, belə deyək də dairə əmələ gətirir və hər bir dairənin də uzunluqları fərqlidir. Məsələn, burada uzunluq 40.000 yazmışıq 40.076 kilometrdirsə, məsələn 10 dərəcə şimal enliyində bu nə qədər olacaq? 10 dərəcə şimal enliyində hesablamaq üçün biz bilməliyik ki, 1 dərəcəlik paralel qövsün uzunluğu nə qədərdir? Ə, Bu təxminən 109,6 götürmək olar. 109,6-nı vuracaq neçə dərəcəyə? 360 dərəcəyə. O da cavab nə edəcəksə, deməli 10 dərəcə şimal enliyindəki paralelimizin və ya cənub da ola bilər, fərqi yoxdur. Yəni 10 dərəcəlik paralelimizin qiyməti o qədərdir. Təbii ki, 40.076-dan çox ola bilməz. 40.076-dan az gəlib çıxacaq. Yəni bu qədər. Ə, Bir də əsas məsələ diqqət etmək lazımdır ki, hər bir paralelin e, deməli 1 dərəcəyə paralel qövsün uzunluğun bilmək tam olaraq vacib deyil, amma əsas 2 dənə paraleli bilməliyik. Bir 0 dərəcəlik paraleli, bir də 40 dərəcəlik paraleli bilmək vacib şərtdir. Çünki bunlardan daha çox istifadə olunur. Deməli, 0 dərəcəlik paraleldə 1 dərəcəlik paralel qövsün uzunluğu nə qədərdir? Deyəcək ki, 111. Və 111-i nəyə vururuq? 360 dərəcə. Çünki hər bir paralel 360 dərəcəlik bir çevrə əmələ gətirir. Sonra burada göstərilib nə? Yarım kürələr. Deməli, yarım kürə nədir? Baxın, burada ekvatordan şimalda qalan ərazilər şimal yarımkürəsi, cənubda qalan ərazilər isə cənub yarımkürəsi sayılır. Sonra keçirik biz nəyə? Şərq-qərb yarımkürəsinə. Bu təbii ki, nədir? Qrinviç bir xəttidir. Qrinviçdən sağda qalan ərazilər, ta ki 180-ə qədər olan ərazilər sayacaq şərq yarımkürəsi, yəni bu ərazilər şərq yarımkürəsidir. Qrinviçdən qərbdə qalan ərazilər isə sayılır
qərb yarımkürəsi. Yenə təkrar edirik. Ekvatordan şimalda qalan ərazilər şimal yarımkürəsi, ekvatordan cənubda qalan ərazilər isə cənub yarımkürəsi adlanır. Sonra dedik ki, Qrinvisdən şərqdə qalan ərazilər şərq yarımkürəsi, yəni biz hər hansı buradan meridian deyəndə artıq şərq uzunluğu deyəcəyik. Və 0 dərəcədən qərbdə yerləşən ərazilər sayıldığı, qərb yarımkürəsi üçün sayıldığına görə deyəcək ki, məsələn, burada əgər bir 10 dərəcə qərb uzunluğu, yəni 10 dərəcə qeyd eləsək, bu deməli 10 dərəcə qərb uzunluğu deməkdir. Sonra deməli, bir də onu da qeyd edək ki, bəzən olur ki, şagirdlərdən şimal uzunluğu deyirlər, nə bilim, cənub uzunluğu deyirlər. Bu yanlış ifadədir. Uzunluq birbaşa meridiandan asılı olan ifadədir. Yəni, biz uzunluğun şimal və ya cənub uzunluğu deyə bilmərik. Şimal və cənub enliyi ola bilər. Şərq və qərb uzunluğu ola bilər. Baxın, bir də təkrar edək. Şimal və cənub enliyi ola bilər. Şərq və qərb uzunluq ola bilər. Buna da diqqət etmək lazımdır. Onu qeyd edək. Bayaqları az öncə qeyd etdik ki, ən uzun çevrə ekvator çevrəsidir. Ekvatordan qütblərə doğru fikir verin, nə edir? Çevrələrin uzunluqları azalır. Çevrənin dərəcə ölçüsü azalmır, ha. Məsələn, belə deyək də, ekvatorda deyək ki, bu 360 dərəcədirsə, məsələn, 80 dərəcədə bu da 360 dərəcədir. Aydındırmı? Amma uzunluq olaraq azalır, çevrə olaraq eyni qalır. Buna da diqqət etmək lazımdır. Bunu da qeyd edək ki, görürsünüz, burada ekvatordan qütblərə doğru və burada da eynisini çəkə bilərik. Ekvatordan qütblərə doğru nə edir? E, Deməli, paralel çevrələrimizin uzunluqları azala-azala gedir. Sonra e, baxaq nəyə? Deməli, burada qeyd olunub ki, meridianlar yarımçevrə olur. İki üz-üzə duran meridianlar əks meridianlar əmələ gətirir. Meridian çevrəsinin uzunluğu 40.009 kilometrdir. Meridian uzunluğu isə 20.004 kilometrdir. Yəni onun yarısı təxmini olaraq. Sonra 1 dərəcəlik meridian qövsünün uzunluğu meridian çevrəsinin uzunluğunu 360 dərəcə bölməklə təyin olunur. Ümumilikdə bilirik ki, meridian belə deyək ki, meridian çevrəsinin uzunluğu 40.009 kilometrdir və biz onu 360 dərəcəyə bölürük. 111,1 kilometr alırıq. Deməli, 1 dərəcəlik meridian qövsümüzün uzunluğu nə qədərdir? 111,1 kilometr. Sonra Greenwich ilə verilən meridian arasında qalan paralel qövsün uzunluğuna coğrafi uzunluq deyilir. Bu nə deməkdir? Yəni, bu deyək ki, 0 dərəcəlik Greenwich xəttimizdir. Deyək ki, Greenwich ilə verilən meridian arasında qalan paralel qövsünün uzunluğuna nə deyilir? Coğrafi uzunluq deyilir. Və coğrafi uzunluq 0-180 dərəcə arasında dəyişir. Sonra coğrafi enlik nədir? Coğrafi enlik isə ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün uzunluğuna deyilir. Bu da nədir? Coğrafi enlikdir. Məsələn, burası 0 dərəcədir. Burada qeyd edirəm 30 dərəcə şimal eləyir məsələn. Bunlar arasında neçə dərəcə fərq var? Biz onun meridian belə deyək ki, meridianın qövsünün dərəcə uzunluğudur. Məsələn, 30-dan çıxdıq 0-ı 30 dərəcə. Deməli, necə hesabladıq? Yəni, 1 dərəcə meridian qövsünün dərəcələrlə uzunluğunu tapırıq və onu da tapmışıq da. Məsələn, nə qədərdir? Ümumilikdə 40.009 kilometr deyil və bunu biz neçəyə bölürük? 360 dərəcəyə və tapırıq neçə? 111,1 kilometr. İndi biz bunu 111,1 kilometri nəyə vuracaq burada? 1 dərəcəli meridian qövsünün uzunluğuna. 30-dan 0-a çıxdıq 30. 30-u da vuracaq 111,1-ə. Bu da edəcək təxmini 3300
30. Deməli, bura əgər A məntəqəsi qeyd eləsək, burada B məntəqəsi qeyd eləsək, A-dan B-yə qədər olan məsafə 3330 kilometr olacaqdır. Amma belə deyək, bu e, paralellər də fərqlidir, meridianlarda da fərqlidir. Məsələn, bura biz ekvator xətti çəkək, burada da qoyaq 40 dərəcə şimal enliyi. Məsələn, bu uzunluğumuzun da adı olsun Bakının uzunluğu, 50 dərəcə şərq uzunluğu. Deyirəm ki, Bakı ilə 0 dərəcə meridian arasında, yəni məsələn, deyək ki, 0 dərəcə uzunluqla 50 dərəcə şərq uzunluğu arasındakı neçə kilometr məsafə var, onu tapaq. Biz birinci baxmalıyıq ki, hansı paralelin üzərində durmuşuq. Yəni, hansının 40 dərəcəlik paralelin üzərində durmuşuq. Və bunun qiyməti hesablanıb nə qədərdir? 85,4 kilometrdir. Və bu 85,4-ü nəyə vuracaq? 50-dən çıxırıq 0-ı. 50 dərəcə. Deməli, 50 dərəcəyə vururuq. O da edir 4270 kilometr olacaq. Deməli, bu məntəqə ilə bu məntəqə arasında nə qədər məsafə var? 4270 kilometr. Amma bu, yenə də deyirəm, hər bir paralel çevrəsinin qiyməti fərqlidir. Məsələn, əgər biz bunu ekvator üzərində hesablasaq, yəni 50 dərəcə şərq uzunluğu 0 dərəcə enliklə 0 dərəcə uzunluq, 0 dərəcəli enlik arasında olan məsafəni hesablasaq, 50-ni neçəyə vuracaq? Artıq 85,4-ə vurmuruq. Neçəyə vuracaq? Bunun qiymətinə. 0 dərəcəli enlik, yəni ekvatorda 1 dərəcə Pariqosun uzunluğu nə qədərdir? 111 kilometr təxminən götürülür. Bəzən 111,3 də verilir. Biz sadə olsun deyə 111 ilə götürürük və bunu neçəyə vuracaq? 50-yə. 50-yə də vuranda edir, deməli, 5550 kilometr olacaq. Baxın, 0 dərəcəli paraleldə 4200, üzr istəyirəm, 40 dərəcəli paraleldə 4270 kilometr almışdıq. Amma ekvator üzərində nə qədər aldıq? 5550 kilometr. Həqiqətən də baxıb görürük ki, ekvatordan qütblərə doğru getdikcə nə edir? Paralel çevrələrin uzunluqları azalır. Ümidvaram ki, izah edə bildim. Sonra 1 dərəcəlik paralel qövsünün ekvatorda uzunluqları verilib. Baxın, burada əsas məsələ bunu öyrənmək lazımdır. Sonra bir də bunu öyrənmək lazımdır. Bu ikisini öyrənsəz nisbətən hələlik bəs edilir. Amma olimpiyada gedən şagirdlər olarsa hamısının öyrənməsi tövsiyə edərdik. Yenə də qeyd edək ki, əgər bu bizim Greenwich xəttimizdirsə, bir dəqiqə, deməli, burada, əgər bu bizim, deməli, nəyimizdir, Greenwich xəttimizdirsə, Greenwichdən şərqdə qalan ərazilər, şərq yarımkürəsi, qərbdə qalan ərazilər, qərb yarımkürəsi sayılır. Bu bizim ekvator xəttimizdirsə, ekvatordan şimalda qalan ərazilər, şimal yarımkürəsi, ekvatordan cənubda qalan ərazilər isə cənub yarımkürəsi adlanır. Yəni, baxın, çox qarışdırır, ona görə izah edirəm. Bu, təbii ki, paraleldir. Bu, üfüqi formada göstərilənlər. Bu isə nədir? Xırda-xırda göstərilənlər isə meridianlar adlanır. Bütün meridianlar şimal qütbündən başlayır, cənub qütbündə hamısı birləşir. Və onu da qeyd edək ki, Şimal Buzlu Okeanın bütün meridianları da yerləşir. Antarktida materikdə bütün meridianları da yerləşir. Yəni, bütün meridianları da görür. Sonra baxaq ki, ekvator dedik ki, yer kürəsini iki yarımkürəyə ayırır. Ekvatordan şimal ucqar nöqtəyə, yəni şimal qütbünə qədər olan hissə şimal yarımkürəsi, cənubda ən ucqar nöqtəyə qədər olan məsafəsi cənub yarımkürəsi adlanır.
Sonra paralellər nədir? Ekvatora paralel çəkilən çevrələrdir. Onların uzunluğu qütbə doğru kiçilir. Az öncə də qeyd etdik. Meridianlar isə şimal və cənub qütblərini birləşdirən eyni uzunluğa malik yarım kürələrdir. Greenwich meridianı da haqqında danışdıq ki, Greenwich meridianı Böyük Britaniyanın paytaxtı London şəhərindən keçir və e, Greenwich rəsədxanasından hesablanır. Buna əsasən Şərq və Qərb yarımkürəsində müəyyənləşdirmək mümkün olur. Sonra paralel meridianların kəsişməsindən əmələ gələn e, xəttə isə biz deyirik dərəcə toru. Yəni, əgər paralel meridianlar kəsişərsə, deyək ki, bu meridiandır, bu da paraleldir. Bunların kəsişməsinə əmələ gələn məntəqə isə deyirik ki, yerlər isə coğrafi üzr istəyirəm, dərəcə toru adlanır və ya coğrafi koordinat da deyə bilərik. Çünki məsələn Bakının koordinatını verəndə biz 50 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal enliyi deyirik. Yəni bu bizim coğrafi koordinatımızdır. Sonra bunlar haqqında danışmışıq, təkrar etmək istəmirəm. Sonra baxırıq, burada məntəqələr verib. Bunlardan da danışmışıq. Sonra gələk qlobus haqqında biraz məlumat verək. Deməli, yerin kiçildilmiş modelidir. Qlobus latın sözü olub, kürə deməkdir. Yerin ölçülərini təyin etmək üçün qlobusdan istifadə olunur. Qlobusun üzərində materiklər, okeanlar, dövlətlər, adalar, çaylar və s. göstərilə bilir və deyirik ki, qlobus üzərində fiziki və siyasi xəritə verilə bilər. Sonra qlobusların ölçüləri haqqında burada məlumatlar qeyd olunub. Deməli, qlobus böyük, orta, kiçik miqyaslı olaraq 3 yerə bölürük. Məsələn, 1/30 milyon miqyaslı olan qlobuslar böyük miqyaslı, 50 milyon olan orta miqyaslı, 83 milyon isə kiçik miqyaslı qlobuslar adlanır. Onda qeyd edək ki, bu qlobusların, yəni böyük miqyası nə qədərdir, orta nə qədərdir, kiçik nə qədərdir, bunları da bilmək çox vacib şərtdir. Çünki məsələlərin izahında, məsələlərin həllində bu bizə lazım olacaq. Deməli, üfüqi e, müstəviyə qlobusun oxunun meyli 66,5 dərəcə olur. Yəni, bu nə ilə bağlıdır? Təbii ki, yer öz oxu ətrafında üzr istəyirəm. Yerin orbit müstəvisinə meyli 66,5 dərəcə olduğu üçün təxminən qlobusu bu formaya uyğun hazırlayırlar. Bura qədər izahımız. Ümidvaram ki, yeni hazırlaşmağa başlayan şagirdlər üçün nəsə əlimdən gələni edə bildim. Dinlədiyiniz üçün və diqqətlə qulaq asdığınız üçün təşəkkür edirəm. İzahımız bura qədər.